Salam hörmətli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da yay koftalarına, yay jiletlərinə gedən bir naxışdır. Rezinka hissəsini mən belə toxumuşam. Kimin ürəyi necə istəyir, hələ də toxuya bilər. Rezinka hissəsini. Sapım da 100 qramlıq, 350 metrəlik bir sapdır. Bu naxışı toxumaq üçün ilməklər 5-5 yığılır. 2 də kənar ilmə yığırıq. Bunun üçün indi mən melimin üstə yığmışam. 15 ilmək yığmışam. 3 sıranı göstərəcəm. 2 də kənar ilmək. 17 ilmək. İndi burada mən rezinka toxuyan deyiləm. Burada düz üzüdür. Birinci ilməni toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Bura düz üzüdür. Rezinkanı kimin ürəyi necə istəyir, hələ də toxuya bilər. 2 sıra toxuyuram ki, bu əyilməsində, naxış toxuyanda düz dayansın. Tərs üzdən də bir sıra tərs toxuyuram. Axıra qədər tərs toxudum hamısını. İndi düz üzdən, bura düz üzüdür. Birinci kənar ilməni götürürəm buradan. Bir tərs toxuyuram. Buradan indi bir artırma eləyirəm. 2 düz ilməni ikisindən bir ilmək çıxardıram. Yenə bu 2 ilmənin bu tərəfindən buradan belə keçirdirəm. İkisindən bir ilmək çıxardıram. Bir artırma eləyirəm. Yenə bir tərs toxuyuram. Yenə burada bir artırma eləyirəm. 2 ilməkdən birini çıxardıram. Bu 2 ilməyi yenə bu üzdən götürürəm. İkisindən bir ilmək çıxardıram. Bir artırıram. Yanındakini də tərs toxudum. Bu sıranı da belə toxuyuram. İkisindən burada artırma eləməliyəm. İkisindən bir ilmək çıxardıram. Sonra bu ilməyin ikisindən bir ilmək çıxardım. Bir artırma eləyib buradan da bunu tərs toxudum. İndi tərs üzdən kənarı götürdüm. Bu ilməkləri tərs toxuyuram, tərsləri. Burada 4 tərs olur. 1, bu kənar ilməyin yanı ilmədir 4. Burada bir düz. O düz üzdən tərs toxumuşduq bu ilməyi. Tərs üzdən düz toxunur. 1, 2, 3, 4 tərs. Yenə bir düz. Yenə 4 tərs. 2, 3, 4 tərs. Yenə bir düz. Kənardakini də tərs toxudum. Bu formada. İndi düz üzdən kənarı götürürəm. Bir tərs, 4 düz. 1, 2, 3, 4 düz. Yenə bir tərs,
4 düz. 2, 3, 4. Ters yüzündən yenə də tərsi tərs, düzü də düz. Ters yüzdən düzlər görünür belə baxanda. Ters yüzdən 4 tərs, 1 düz olur. İndi bu da yenə həmin şeyi təkrar eləyirik. Yəni yerin dəyişmirik də naxışın. Kənarı götürdüm, bir tərs toxudum. Burada bir artırma eləyirəm. 2 ilməkdən birini çıxardım. Sonra bu 2 ilməyi gətirib bu üzündən götürürəm. Belə. Bunu sağa çevirirəm, bunu sağa çevirirəm, bunu sola. Yəni ikisini də ortaya. Burada bir artırma eləyib, sonra tərs toxuyuram. Yenə bir artırma eləyirəm. Bu 2 ilməkdən bir, sonra bu 2 ilməyi. Bu üzündən. İkisindən bir ilmək çıxardım. Birini artırdım. Yenə bir tərs. Birini artırıram, yenə tərsdən sonra 2 düz ilməyi bir kəsirəm. Sonra yenə bu 2 ilməyi obsilə kimi bu üzündən belə götürüb 2 ilməkdən bir ilmək çıxardıram. Birini artırıb tərs toxuyuram bunu da. Tərs yüzdən də yenə tərsi tərs, düzü də düz. Burada düz ilməklər görünür belə baxanda. Burada 4 tərs, 3, 2, 3, 4. Bir düz. Yenə 1, 2, 3, 4. Tərs, bir düz. Axıra qədər eyni gedir naxış, dəyişmir. Belə. Bu formada belə bir naxış alınır. İndi kiçikdir, o qədər seçilmir. Biraz toxuyandan sonra görünür naxışlar. Formada. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.